Sonunda gəldik, çıxdıq Çıraq qalaya. Sadəcə olaraq Çıraq qalda təmir bərpa işləri getdiyinə əlaqədar körpü demək olar ki, hal-hazırda tam hazır deyil. Yəni hündürlüyü qorxunuz yoxdursa, qalaya rahat qalxa bilərsiniz. Burada Çıraq qalanın içidir. Burada qalanın qalıqları restavrasiya olunub, yəni bu hala gətirilib. Təbii ki, yəni belə səliqəli düz şəkildə olmuyor. Qaladan açılan möhtəşəm mənzərə.